Bağımızı yay fəslinin son aylarında aldığımıza görə yayda bağda kifayət qədər zaman keçirə bilmədik. Həftə sonlarını isə bütün həftə boyu yığılıb qalmış işlərə sərf etdiyimə görə həftə sonlarda bağa gəlmək alınmırdı. Amma uşaqların payız tətili o qədər zamanında və yerində oldu ki, həm hava baxımından, həm də cənabı məzuniyyəti ilə üst-üstə düşdüyünə görə elə şənbə günü yığışıb gəldik bağa. Gecə ilə gəldiyimizə görə xüsusi bir iş görmədim. Sadəcə bütün qapı pəncərələri açıb evi havalandırdım və ondan sonra hər kəsi qovdum yatmağa. Çünki səhərə işimiz çox idi. Səhərin gözü açılar-açılmaz ilk işim həyətə, qapı bacaya əl gəzdirmək oldu. Təbii ki, bir aydan çoxdur ki, bağda deyilik və çöldə qoyduğumuz stolu əməlli başlı külək, yağış, toz, torpaq bir təhər etmişdi. Onların hamısını türklər demiş, foşur-foşur yedim, ləzzət etdi. Burada bir misal yadıma düşür, islanmışın yağışdan nə qorxusu. Əslində mən islanmağı sevmirəm, hələ belə sərin havada ümumiyyətlə, çünki üşüyən biriyəm. Amma əlimi ayağımı artıq suya batırmışkən dedim ki, elə həyəti başdan ayağa yuyum. Həyəti yuyum demişkən də elə dedim, çöldən pəncərələri də yuyum. Çünki çox tozluydu, qurumluydu, ona görə onun öhdəsindən ancaq bax beləcə bolluca təzyiqlə vurulmuş su gələ bilər. Səhər-səhər belə bir təmizlik terapiya kimi gəldi. Ümid edirəm eyni hissləri sizə də ötürmüş olacağım video vasitəsilə. Bu stolları da hardan sifariş etdiyimi soruşurdunuz, onu da posta qeyd eləyəcəm. Beləliklə bağdan paylaşımlarıma start verirəm və növbəti videoda görüşənədək.